Ukrayna kəşfiyyatçıları Rusiyanın strateji obyektlərini vurdu. Güclü yanğınlar başladı. Ukraynanın hücum dronları dekabrın 21-dən 22-sinə keçən gecə Rusiyanın ən böyük neft terminallarından birinə, Krasnodar diyarı ərazisində yerləşən Taman neft-qaz dəniz neft terminalına hücum edib. Report xəbər verir ki, bu barədə RBK Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb. Bildirilib ki, endirilən zərbələr nəticəsində neft terminalı avadanlıqları, mayeləşdirilmiş qaz terminalı və liman infrastrukturu zədələnib. Nəticədə geniş miqyaslı yanğın baş verib. Ukrayna baş qərargahından bildirilib ki, partlayışlar nəticəsində boru kəmərləri, 2 körpü və 2 gəmi zədələnib. Yanğın 1000 kvadrat metr sahəni əhatə edib. Bundan əlavə, rezervuar parkı ərazisində yanğın baş verib. Həmçinin Ukrayna istehsalı olan raket vasitəsilə Yelenovkada 92-ci çay katerləri briqadasının üzən vasitələrinin müvəqqəti bazası vurulub. Nəticədə yanğın başlayıb. Bundan başqa Ulan-Udedə moto atıcı alayın sursat anbarı da məhv edilib.